Sizcə bir elektromobilin tam şarjı neçə manata başa gəlir? Hazırda ən aktual olan suallardan birinə öz avtomobilimdə real olaraq test eləyəcəyik. Gəlmişik Su İdman Sarayının qarşısında Tokaz şirkəti tərəfindən yeni quraşdırılmış stansiyaya. Avtomobilimizin enerjisini göstərim sizə. 3% enerjimiz qalıb və 80%-ə qədər avtomobilimizi şarj eləyəcəyik. Telefonumuzdan daxil oluruq Tokaz mobil proqramına. Yuxarı hissədə CCS2 Avropa göstərir. Sessiyaya başla veririk və hazırda şarja başladı. Avtomobil başlanğıc olaraq 66 kW-la şarja başlayır. 20%-dən sonra sürət daha da artacaq. 40 dəqiqəlik vaxtımız var. O zamana qədər isə avtomobildə gözləyəcəksə, ya hansısa bir filmlərə baxa bilərik və yaxud da oyunlar oynaya bilərik. Belə avtomobilimiz 80%-ə qədər şarj oldu və 63 kW-lıq bir enerji götürdü. 18 manat 87 qəpik xərcimiz çıxdı. Təxmini olaraq bu enerji ilə biz 400 km-ə yaxın məsafə qət eləyə bilərik, yəni 80%-dən. 3%-dən 80%-ə qədər isə 55 dəqiqəlik bir vaxt sərf elədik. Təbii ki, 20-80% aralığını qorusaz, daha az zamanınız gedər. Növbəti videoda isə ev şəraitində şarj eləyərkən nə qədər xərcim çıxdığına və nə qədəri gözləməli olduğumu izah eləyəcəm. Əgər sizin də hansısa suallarınız və ya şərhiniz varsa, videonun aşağısında qeyd eləməyi unutmayın.